Ekranda gördüyümüz sözlər hər nə qədər eyni köklü kimi görünsə də, əslində bu sözlər eyni köklü deyil. Çünki biz bilirik ki, Azərbaycan dilində həm düz sifəti, həm də düz fiili var. Yaxşı, bəs biz necə müəyyən edə bilərik ki, bu sözlərdən hansının kökü sifət, hansınınsa kökü fiildir? Adətən uşaqlar bunu müəyyən etmək üçün şəkilçini götürür, başqa bir sözlərə əlavə edir və o şəkildə müəyyən etməyə çalışır. Amma bu bizim üçün əlavə zəhmət tələb eləyir və bir qədər də vaxt itkisidir. Mən sizə bunun ən qısa və praktik yolunu deyəcəm. Biz baxırıq şəkilçilərə, kökü bir kənara qoyuruq, şəkilçilərə baxırıq. Əgər bizim şəkilçilərimiz 4 variantlı şəkilçidirsə, yəni 4 cür yazılan şəkilçidirsə, tərkibindəki sahətlər açıq sahətlərdirsə, deməli, həmin sözün kökü feildir. Əgər bizim sözümüzün baxırıq şəkilçisinə, şəkilçi 2 cür yazılan, 2 variantlı şəkilçidirsə, deməli, həmin sözün kökü sifətdir. Baxırıq ilk sözümüzə. İlk sözümüzdəki şəkilçi gün şəkilçisidir. Hansı ki, bu şəkilçi 4 variantlıdır. Deməli, buradakı düz sözü əslində feildir. İkinci sözümüzdə düzəl şəkilçisi, əl şəkilçisi, al əl şəkilçisi 2 variantlı, yəni 2 cür yazılan şəkilçidir. Deməli, buradakı düz sözü əslində sifətdir, sözün kökü. Düzül sözündə yenə də şəkilçimiz ıl, il, ul, ül 4 variantlıdır. Deməli, bizim sözümüz, düz sözü burada feildir. Düzdür feilində isə yenə də şəkilçi 4 variantlıdır. Dır, dir, dur, dür. Deməli, sözümüz feildir. Buradakı düz sözü kök feildir. Amma bizim bir istisnamız var. O nədən ibarətdir? Baxmayaraq ki, lıq, lik, luq, lük şəkilçisi 4 variantlıdır. Biz bu şəkilçinin əlavə edildiyi sözləri sifət kimi götürəcəyik. Çünki bu şəkilçi 4 cür yazılsa da yalnız adlara əlavə olunur. O zaman baxırıq, düzlük sözünün tərkibindəki lıq şəkilçisi 4 variantlı olsa da sözün kökü olan düz əslində sifətdir.